Əgər mebel yığdıracaqsınızsa, xüsusən də qaz plitəsi qoyduracaqsınızsa, bu səhvləri etməyin. Əvvəlcə onu deyim ki, qazınızın daha uzun ömürlü qalmasını istəyirsinizsə, kimyəvi maddələrdən yox, adi qab şampunundan istifadə edin. İndi deyəcəyim məlumatı heç yerdə eşitməmisiniz. Bəs siz bilirdinizmi, aldığınız qazın dəmirləri bir neçə ildən sonra xarab olduqda eyni mağazadan, eyni modelin dəmirlərini ala bilərsiniz. Bəli, doğru eşitdiniz. Qazınızı dəyişməyə ehtiyac qalmayacaq. Dəmirləri sifariş verməyiniz kifayətdir. Məndə əslində çox da pis vəziyyətdə değildi, amma nəzərə alsaq ki, mən bir food blogerəm və daim videolar çəkirəm. Gözəl görünməsi şərtdir. Qazın tək dəmirlərini deyil, həm də bu başlıqlarını da dəyişdim. Gəlin sizə əvvəlki təmirimdə etdiyim səhvləri göstərim. Ən böyük səhvlərimdən biri dəzgaha tökmə mərmər verdirib qazı balaca seçib divara yaxın yerləşdirmişdim. Bir müddətdən sonra isə divarım yanmışdı. Növbəti təmirimizdə bu səhvləri düzəldib, dəzgah və divarı eyni daşdan etdim, qazın arasının məsafəsini xeyli buraxdım və qazı 5 gözlü ən böyüyündən seçdim. Artıq mürəbbə bişirərkən, böyük qazanlar qoyarkən divarla arasında xeyli məsafə qalır. Hətta bir neçə qazanı eyni vaxtda istifadə edə bilirəm. Bu videonu çəkmək üçün düz 2 il gözləmişəm ki, fikirlərimi sizə doğru və aydın şəkildə izah edeyim. Artıq 2 ildir ki, qazanıma yer yoxdur deyə narahat olmuram və divarım yanar deyə heç bir qorxum yoxdur.